5-ci fəsil. İsa izdihamı görüb dağa çıxdı və özü oturduqda şagirdləri onun yanına gəldilər. Və o söz açıb onlara belə öyüd verdi. Ruhən yoxsullar nə bəxtiyardılar, çünki səmavi səltənət onlarındır. Yaslı olanlar nə bəxtiyardılar, çünki onlar təsəlli tapacaqlar. Həlimlər nə bəxtiyardılar, çünki yeri miras alacaqlar. Salihliyə can atıb ona susayanlar nə bəxtiyardılar, çünki onlar doyacaqlar. Mərhəmətli olanlar nə bəxtiyardılar, çünki onlara mərhəmət ediləcək. Ürəyi təmiz olanlar nə bəxtiyardılar, çünki onlar Allahı görəcəklər. Sülhpərvərlər nə bəxtiyardılar, çünki onlara Allahın oğulları deyiləcək. Salihlik uğrunda təqib edilənlər nə bəxtiyardılar, çünki səmavi səltənət onlarındır. Mənə görə insanlar sizi təhqir və təqib edəcəkləri, yalan söyləyib sizə hər cür böhtan atacaqları zaman siz nə bəxtiyarsınız. Sevinin və şadlanın, çünki göylərdə mükafatınız böyükdür. Çünki sizdən qabaq peyğəmbərləri də belə təqib etmişlər. Siz yer kürəsinin duzusunuz, amma duz dadsız olarsa, o nə ilə duzlanar? Artıq çölə atılıb, insanların ayaqları altında əzilməkdən başqa bir şeyə yaramaz. Siz dünyanın nurusunuz. Dağın zirvəsində qurulan şəhər gizli qala bilməz və şam yandırarkən onu qabın altına qoymazlar. Şamdana qoyarlar ki, evdə olanların hamısını işıqlandırsın. Qoy sizin nurunuz insanların qarşısında elə parlasın ki, xeyrxah işlərinizi görsünlər və göylərdəki atanıza həmd etsinlər. Sanmayın ki, mən müqəddəs qanunu və peyğəmbərlərin yazılarını pozmağa gəldim. Mən pozmaq üçün yox, icra etmək üçün gəldim. Çünki sizə doğrusunu deyirəm. Göy və yer keçib getmədən, hər şey icra olmadan, qanundan ən kiçik bir hərf və ya bir nöqtə belə yox olmayacaqdır. Beləliklə, bu ən kiçik əmirlərdən birini kim pozarsa və belə etməyi insanlara öyrədərsə, səmavi səltənətdə o ən kiçik adlanacaqdır. Və onlara kim əməl edər və öyrədərsə, səmavi səltənətdə böyük adlanacaqdır. Çünki sizə deyirəm ki, salihliyiniz din alimlərinin və fəriseylərin salihliyindən üstün olmasa, səmavi səltənətə əsla girməyəcəksiniz. Siz eşitmişsiniz ki, qədim zamanların adamlarına deyilmişdi, qatillik etmə. Kim qatillik edərsə, mühakimə olunmalıdır. Mən isə sizə deyirəm, qardaşına boş yerə hirslənən hər adam mühakimə olunacaq. Qardaşına raqa deyərsə, Sinedrionun hökmünə məruz qalacaq və kim səfeh deyərsə, cəhənnəm oduna məruz qalacaq. Beləliklə, əgər öz qurbanını qurbangah qarşısına gətirdiyin zaman, orada yadına düşsə ki, qardaşının sənə qarşı bir şikayəti var, qurbanını orada qurbangahın qarşısında qoy, get əvvəlcə qardaşın ilə barış və ondan sonra gəl, qurbanını təqdim et. Rəqibinlə yolda ikən tez uzlaş ki, rəqibin səni hakimə, hakim də səni məmura verməsin və zindana atılmayasan. Doğrusunu sənə deyirəm. Son kodrantı vermədən oradan əsla çıxmayacaqsan. Qədim zamanların adamlarına zina etmə deyildiyini eşitmisiniz. Amma mən sizə deyirəm, bir qadına şəhvətlə baxan hər adam
artıq ürəyində onunla zina etmiş olur. Əgər sağ gözün səni pis yola çəksə, onu çıxar və özündən xaric et. Çünki sənin üçün üzvlərindən birinin yox olması bütün bədəninin cəhənnəmə atılmasından yaxşıdır. Və əgər sağ əlin səni pis yola çəksə, onu kəs və özündən xaric et. Çünki sənin üçün üzvlərindən birinin yox olması bütün bədəninin cəhənnəmə atılmasından yaxşıdır. Kim arvadını boşayarsa, ona boşanma kağızı versin deyilmişdir. Mən isə sizə deyirəm ki, cinsi əxlaqsızlıqdan başqa bir səbəblə arvadını boşayan hər kəs onu zinaya düçar edir. Və kim boşanmış qadınla evlənərsə, zina edir. Yenə qədim zamanların adamlarına andını pozma və andlarını Rəbb qarşısında yerinə yetir deyildiyini eşitmisiniz. Mən isə sizə deyirəm, heç vaxt and içmə. Nə göyə, çünki o Allahın taxtıdır. Nə yerə, çünki onun ayaqları üçün payandazdır. Nə də Yerusəlimə, çünki o, böyük hökmüdarın şəhəridir. Başına da and içmə, çünki sən bir dənə də olsa saçı ağ və ya qara eləyə bilməzsən. Ancaq sözünüz bəli, bəli, xeyr, xeyr olsun. Bundan artığı şeytandandır. Gözə göz, dişə diş deyildiyini eşitmisiniz. Mən isə sizə deyirəm, pisliyə müqavimət göstərmə. Əksinə, kim sənin sağ yanağına vurarsa, ona sol yanağını da çevir. Və əgər biri məhkəməyə gedib sənin köynəyini almaq istərsə, ona üst paltarını da ver. Və kim səninlə 1 mil getmək istərsə, onunla 2 mil get. Səndən diləyənə ver, səndən borc istəyəndən üz çevirmə. Qonşunu sev və düşməninə nifrət et deyildiyini eşitmisiniz. Mən isə sizə deyirəm, düşmənlərinizi sevin, sizə lənət oxuyanlara xeyir dua verin, sizə nifrət eləyənlərə yaxşılıq eləyin, sizə əziyyət verib təqib edənlər üçün dua eləyin ki, siz göylərdə olan atanızın oğulları olasınız. Çünki o, öz günəşinə əmr edir ki, pis və yaxşı adamların üzərinə doğsun və salih olanlar ilə olmayanların üzərinə yağışlar göndərir. Çünki əgər sizi sevənləri sevərsinizsə, sizə nə mükafat olacaq? Vergi yığanlar da belə etmirlərmi? Və yalnız qardaşlarınızı salamlayırsınızsa, xüsusi bir şey edirsinizmi? Bütpərəstlər də belə etmirlərmi? Beləliklə, səmavi atanız kamil olduğu kimi, siz də kamil olun.